Əziz şagirdlər, bugün biz sizinlə düz üçbucaqlı prizmanın səthinin sahəsi mövzusunu öyrənəcəyik. Hazırsınızsa, gəlin başlayaq. Dərsdə öyrənəcəyik. Düz prizmanın tam səthinin sahəsi, tapşırıqlar. Düz prizmanın tam səthinin sahəsi. Düz prizmanın tam səthinin sahəsi onun oturacaqlarına və yan üzlərinin sahələri cəminə bərabərdir. Düz prizmanın oturacaqları konqruent fiqurlar olduğu üçün, onda biz bu sahələrin cəmini tapmaq üçün onlardan hər hansısa birinin sahəsini tapıb 2-yə vurmağımız kifayətdir. Buna əsasən deyə bilərik ki, düz prizmanın tam səthinin sahəsinin düsturu S tam bərabərdir. 2 vurulsun S oturacaq üstəgəl S yan şəklində olar. Düz prizmanın yan üzləri düzbucaqlı olduğu üçün S yan üzlərinin təşkil olunduğu düzbucaqların sahələri cəmidir. Siz şəkildə düz üçbucaqlı prizmanı və onun açılışını görürsünüz. Burada oturacaqlar və yan üzlər göstərilmişdir. Tam səthinin sahəsini tapmaq üçün oturacaqların sahələrini və yan üzlərin sahələrini tapıb toplamalıyıq. Düz üçbucaqlı prizmanın sahəsini tapmaq üçün oturacaqlardakı üçbucaqların və yan üzlərdəki 3 düzbucaqlının sahələri cəmini hesablamaq lazımdır. Şəkildə gördüyümüz düz üçbucaqlı prizmanın oturacaqları tərəfləri 5, 5 və 6 sm olan üçbucaqdır. İndi isə bu düz üçbucaqlı prizmanın açılışını görürük. Gəlin bu açılışa uyğun olaraq hər bir səthin sahəsini ayrılıqda hesablayaq. Əvvəlcə oturacağın sahəsini hesablayaq. Qeyd etdik ki, oturacaq tərəfləri 5, 5 və 6 sm olan bərabər yanlı üçbucaqdır. Onda onun sahəsini hesablamaq üçün 2/1 AH düsturundan istifadə edəcəm və 6 sm-lik tərəfə çəkilmiş 4 sm-lik hündürlüyü şərtdə bizə verir. Deməli, həmin bu oturacağın sahəsi 2/1 vurulsun 4 vurulsun 6 şəklində olacaq. Bu da bərabərdir 12 kvadrat santimetr. Digər oturacaqda bu oturacağa konqruent fiqur olduğu üçün deməli onun da sahəsi 12 kvadrat santimetr olacaq. İndi isə açılışdakı düzbucaqların sahələrinə baxaq. Soldakı düzbucaqlıya fikir versək görərik ki, onun uzunluğu 10 sm, eni isə 5 sm-dir. Deməli sahəsi 10 vurulsun 5, yəni 50 kvadrat santimetr olacaq. Ortadakı düzbucaqlıya nəzər yetirsək görərik ki, onun uzunluğu 10 sm, eni isə 6 sm-dir. Yəni sahəsi 10 vur 6, 60 kvadrat santimetr olacaq. Sağ tərəfdəki düzbucaqlının isə uzunluğu 10 sm, eni 5 sm-dir. Yəni sahəsi 10 vur 5, 50 kvadrat santimetr olacaq. Onda yekun olaraq deyə bilərik ki, prizmanın yan səthinin sahəsi, yəni S yan bərabər olacaq 50 üstəgəl 60 üstəgəl 50, yəni 160 kvadrat santimetr. Prizmanın oturacağının sahəsi S oturacaq bərabərdir 2/1 vurulsun 4 vur 6, yəni 12 kvadrat santimetr. Onda tam səthinin sahəsi, yəni S tam bərabərdir 2 vurulsun S oturacaq üstəgəl S yan bərabər olacaq 2 vur 12 üstəgəl 160. Bu da bərabərdir 184 kvadrat santimetrə. Buradan belə bir nəticəyə gəlirik ki, şəkildə verilmiş düz üçbucaqlı prizmanın tam səthinin sahəsi 184 kvadrat santimetrə bərabərdir. Düz üçbucaqlı prizmanın tam səthinin sahəsinin hesablanması ilə bağlı bir neçə nümunəyə baxaq. Düz üçbucaqlı prizmanın açılış şəkillərinə əsasən tam səthin sahəsini tapın. Tam səthin sahəsini hesablamaq üçün gəlin əvvəlcə oturacağın sahəsini və yan səthin sahələri cəmini tapaq. Əvvəlcə yazıram. S oturacaq bərabərdir. Oturacaq üçbucaq olduğu üçün 2/1 AH düsturundan istifadə edəcəm. Göründüyü kimi tərəf 30 sm və 30 sm-lik tərəfə çəkilmiş hündürlüyü isə 8 sm-dir. Bu da bərabərdir 30 vur 8 bölünsün 2 olacaq 120 kvadrat santimetr. İndi isə gəlin açılışdakı 3 düzbucaqlının ayrılıqda sahələrini tapaq, sonra isə S yanı tapmaq üçün bu sahələri cəmləyək. Əvvəlcə bu düzbucaqlının sahəsini tapaq, onun enini uzunluğuna vurarıq. Olacaq 35 vurulsun 17. Bu da bərabərdir 595 kvadrat santimetr. İndi isə ortadakı düzbucaqlının sahəsini hesablayaq. Burada uzunluğu 35 cm, eni isə 30 cm-dir. Onun sahəsi
35 vurulsun 30, yəni 1050 kvadrat santimetr olacaq. Və son olaraq 3-cü düzbucaqlığın sahəsini tapaq. Bu isə uzunluğu 35, eni isə 17 santimetrlik düzbucaqlıdır və sahəsi olacaq 595 kvadrat santimetr. Gəlin yan səthinin sahəsini hesablayaq. Qeyd etdik ki, yan səthinin sahəsi bu 3 düzbucaqlığın sahələri cəminə bərabərdir. Onda yazacağım 595 üstəgəl 1050 üstəgəl 595. Bu da bərabərdir 2240 kvadrat santimetr. Deməli, biz bu düz üçbucaqlı prizmanın oturacağını və yan səthin sahəsini tapdıq. İndi isə tam səthin sahəsini taparkən S tam bərabərdir 2 vurulsun S oturacaq, üstəgəl S yan düsturundan istifadə edək. Bu bərabərdir 2 vurulsun S oturacaq, yəni 120, üstəgəl S yan, yəni 2240. Bərabər olacaq, 2 vur 120 olacaq, 240, 240 üstəgəl 2240 olacaq 2480 kvadrat santimetr. Yəni bu düz üçbucaqlı prizmanın tam səthinin sahəsi 2480 kvadrat santimetrə bərabərdir. Daha bir nümunəyə baxaq. Burada isə düz üçbucaqlı prizmanın oturacağı tərəfləri 16 cm və həmin bu tərəfə çəkilmiş hündürlüyü 15 cm olan bir üçbucaqdır. Onda yazacağıq S oturacaq bərabərdir 2də 1 vurulsun 16 vurulsun 15 bərabərdir 2 və 16 2 ixtisar gedər. Burada 1, burada 8 qalar. 8 vur 15 olacaq 120 kvadrat santimetr. İndi isə gəlin S yanı tapaq. Yenə də yan səthin sayısını tapmaq üçün burada əmələ gələn düzbucaqlıların sahələrini tapıb sonra toplamaq lazımdır. Yəni əvvəlcə 10-u vuracaq 17-yə. Olacaq 170 kvadrat santimetr. Sonra isə bu düzbucaqlığın sayısını hesablayaq. Yəni 10-u vuraq 16-ya. Olacaq 160 kvadrat santimetr. Son olaraq bu düzbucaqlığın sayısını hesablayaq. Bu da olacaq sahəsi 10 vurulsun 17 bərabərdir 170 kvadrat santimetr. Yan səthin sayısını tapmaq üçün qeyd etdiyimiz kimi bu 3 düzbucaqlığın sahələri cəmini tapmaq lazımdır. Yazacağım 170 üstəgəl 160 üstəgəl 170 bərabərdir 500 kvadrat santimetr. Gəlin tam səthin sayısını tapmaq üçün yenə də 2 vurulsun S oturacaq, üstəgəl S yan düsturundan istifadə edək. Yazarıq. 2 vurulsun S oturacaq, yəni 120, üstəgəl S yan, yəni 500. Bərabərdir 2 vur 120 olacaq 240, 240 üstəgəl 500 olacaq 740 kvadrat santimetr. Yəni bu düz üçbucaqlı prizmanın tam səthinin sahəsi 740 kvadrat santimetrə bərabərdir. Gəlin davam edək. Düz üçbucaqlı prizmanın tam səthinin sahəsini tapın. Bir öncəki nümunədə etdiyimiz ardıcıllıqla gəlin bu düz üçbucaqlı prizmanın da tam səthinin sahəsini hesablayaq. Əvvəlcə oturacağın sayısını hesablayaq. Yazacağım. S oturacaq bərabərdir 2də 1 vurulsun tərəf, yəni 8 vurulsun həmin tərəfə çəkilmiş hündürlük, yəni 3. 8 vur 3, 24, 24 bölü 2 olacaq 12 kvadrat santimetr. Deməli, bu düz üçbucaqlı prizmanın oturacağının sayısı 12 kvadrat santimetrdir. İndi isə gəlin yan səthi təşkil edən 3 düzbucaqlının sahələrini ayrılıqda tapaq və toplayaq. Göründüyü kimi bu düzbucaqlardan birinin uzunluğu 10 cm, eni isə 5 cm-dir. Onda onun sahəsi 10 vurulsun 5, yəni 50 kvadrat santimetr olacaq. Digər düzbucaqlıya baxaq. Göründüyü kimi onun da uzunluğu 10 cm, eni isə 8 cm-dir. Deməli, sahəsi 10 vurulsun 8 bərabərdir 80 kvadrat santimetr olar.
Sonuncu bu düzbucağın sayısına baxaq. Göründüyü kimi onun da uzunluğu 10 cm, eni isə 5 cm-dir. Çünki burada bərabər yan üçbucaq var idi. Yəni bura 5 cm-dirsə, digər yan tərəfdə 5 cm olacaq. Və bu düzbucağın sayısını hesablasaq, 10 vurulsun 5 bərabər olar 50 kvadrat santimetrə. Artıq yan səthinin sayısını hesablaya bilərik. S yan bərabərdir 50 üstəgəl 80 üstəgəl 50 bərabərdir 180 kvadrat santimetr. İndi S tamı tapaq. S tam bərabərdir 2 vurulsun S oturacaq üstəgəl S yan. Bu da bərabərdir 2 vurulsun 12 üstəgəl 180. 2 vur 12 24, 24 üstəgəl 180 isə 204 kvadrat santimetrə bərabər olacaq. Yəni bu düz üçbucaqlı prizmanın tam səthinin sahəsi 204 kvadrat santimetrə bərabər olur. Daha bir prizmaya baxaq. Burada da yenə həmin ardıcıllıqla tam səthin sayısını hesablaya bilərik. Əvvəlcə oturacağın sayısını hesablayaq. Yazarıq. S oturacaq bərabərdir 2-də 1 vurulsun tərəf, yəni 10 cm, vurulsun həmin tərəfə çəkilmiş hündürlük, yəni 12 cm. Bərabərdir 10 vur 12, 120, 120 bölü 2, 60 kvadrat santimetr. İndi isə gəlin yan səthi təşkil edən düzbucaqların sahələrini tapaq. Əvvəlcə bu düzbucaqlıya baxıram, uzunluğu 11 cm, eni isə 10 cm-dir. Onda sahəsi 11 vurulsun 10 bərabərdir 110 kvadrat santimetr olacaq. Bu düzbucaqlıya baxaq, görünür ki, onun uzunluğu 13 cm, eni isə 11 cm-dir. Onda yazacağıq 13 vurulsun 11 bərabərdir 143 kvadrat santimetr. Və son olaraq bu düzbucaqlıya baxaq. Görünür ki, onda tərəfləri 13 cm və 11 cm-dir. Sahəsi 13 vurulsun 11, yəni 143 kvadrat santimetrə bərabər olacaq. Bütün bu düzbucaqların sahələrini bilməklə artıq yan səthin sayısını hesablaya bilərik. S yan bərabərdir 110 üstəgəl 143 üstəgəl 143. Bu da bərabərdir 396 kvadrat santimetrə. Gəlin artıq yan səthi və oturacağın sayısını tapmışıqsa, tam səthin sayısını hesablayaq. S tam bərabərdir 2S oturacaq, yəni 2 vurulsun 60 üstəgəl S yan, yəni 396. Bu da bərabərdir 2 vur 60 olacaq 120, 120 üstəgəl 396 bərabərdir 516 kvadrat santimetrə. Yəni bu düz üçbucaqlı prizmanın tam səthinin sahəsi 516 kvadrat santimetrə bərabər olacaq. Videoya fasilə verərək verilmiş tapşırığı həll edin. Gəlin tapşırığın həllinə birlikdə baxaq. Odunları saxlamaq üçün oturacaqlarından biri və yan üzləri taxtadan olan düz üçbucaqlı prizma formasında yer hazırlandı. Bunun üçün neçə kvadrat metr taxta lazım oldu? Uşaqlar, diqqət edin. Burada biz düz üçbucaqlı prizmanın tam səthinin sayısını hesablamayacağıq. Çünki bizə yalnız taxtadan hazırlanan hissə lazımdır. Və iki oturacağından yalnız biri taxtadan hazırlanacaq. Deməli, əvvəlcə həmin o taxtadan hazırlanan oturacağın sayısını hesablayırıq. Sonra isə bunu yan səthin sayısı ilə toplayırıq. Gəlin hesablayaq. Yazarıq. S oturacaq bərabərdir 2-də 1 vurulsun 2 metrlik tərəf və həmin tərəfə çəkilmiş hündürlük, yəni 1,2. Burada 2-lər ixtisar gedər, qalacaq 1,2 kvadrat metr. İndi isə gəlin yan səthin sayısını hesablayaq. Yan səthin sayısını tapmaq üçün yan sətlərdə yerləşən düzbucaqların sahələrini tapaq. Bunun üçün 1,5-i 0,8-ə vurarıq. 1,5 metr vurulsun 0,8 metr. Bərabər olacaq
1,2 kvadrat metrə. Digər tərəfdə də yenə 1,5 metr və 0,8 metrlik düzbucaqlı var. Onda sayısını tapmaq üçün yenə 1,5 vur 0,8 bərabərdir 1,2 kvadrat metr. Və son olaraq digər düzbucaqlıya nəzər yetirək. Onun eni və uzunluğu isə 2 metr və 0,8 metrdir. Deməli, yazacağım 2 vurulsun 0,8. Bu da olacaq 1,6 metr kvadrat. İndi isə yan səthinin sayısını tapmaq üçün bu düzbucaqların sahələri cəmini tapaq. Yəni, 1,2 üstəgəl 1,2 üstəgəl 1,6. Bu da bərabərdir 4 kvadrat metrə. Deməli, bizə ümumilikdə 1,2 üstəgəl 4, yəni 5,2 kvadrat metr taxta lazım oldu. Videoya fasilə verərək verilmiş tapşırığı həll edin. Gəlin tapşırığı birlikdə həll edək. Oturacağı bərabər yanlı üçbucaq olan düz prizmanın hündürlüyü 5 cm-dir. Prizmanın oturacağının tərəfləri 6 cm, 6 cm və 8 cm olarsa, yan səthinin sahəsini tapın. Gəlin əvvəlcə bir düz üçbucaqlı prizma çəkək. Deməli, onun oturacaqları tərəfləri 6 cm, 6 cm və 8 cm olan bir üçbucaqdır. Bu düz prizmanın hündürlüyü isə 5 cm-dir. Hündürlüyə gəlin 5 cm deyək. İndi isə yan səthinin sahəsini hesablayaq. Yan səthinin sahəsini hesablamaq üçün əvvəlcə yan səthi təşkil edən düzbucaqların sahələrini ayrılıqda hesablayaq, sonra isə toplayaq. Əvvəlcə bu düzbucaqlıya baxaq. Göründüyü kimi onun tərəfləri 6 cm və 5 cm-dir. Onda sahəsi 6 cm vurulsun 5 cm. Yəni 30 kvadrat santimetr olacaq. Bu düzbucaqlıya nəzər yetirək. Burada da tərəflər 5 cm və 6 cm-dir. Onda yazacağım yenə 6 cm vurulsun 5 cm. Bərabərdir 30 kvadrat santimetr. Və son olaraq üçüncü düzbucağının sahəsinə baxaq. Onun tərəfləri isə 8 cm və 5 cm-dir. Yazarıq ki, 8 cm vurulsun 5 cm. Bu da bərabərdir 40 kvadrat santimetrə. Düz üçbucaqlı prizmanın yan səthinin sayısını tapmaq üçün gəlin bu düzbucaqların sahələrini toplayaq. Yazacağım S yan bərabərdir 30 üstəgəl 30 üstəgəl 40 bərabərdir 100 kvadrat santimetr. Deməli, oturacağının tərəfləri 6 cm, 6 cm və 8 cm, hündürlüyü isə 5 cm olan düz üçbucaqlı prizmanın yan səthinin sahəsi 100 kvadrat santimetrə bərabər olacaq. Əziz şagirdlər, bugün biz sizinlə düz üçbucaqlı prizmanın tam səthinin sahəsinin tapılmasını öyrəndik və bir sıra tapşırıqlar həll etdik. Bir sonraki dərsdə görüşərik. Sağ olun.